Eroziya ümumiyyətcə ümumi bir anlayışdır. Eroziyanın içində ektropionlar olur, ondan sonra normal qızartılar olur, uşaqlı boynun yaraları, xoraları. Yəni, leykoplagiya bir sürü kavram bu eroziya altında birləşdirir. Yəni, əslində eroziya bir diaqnoz deyil, sadəcə ümumi bir kavramdır. Bəzi eroziya olduğu zaman nə olmalıdır? Ümumiyyətcə, qadınlar uşaqlı boynu pap simir testi deyilən test verməlidir. Eroziyası olsun ya da olmasın, özəlliklə evlilik müddəti əgər 3 ilin üstündədirsə. Yaxşı olar ki, oradan bir pap test götürülsün. Bəli, HPV də götürürsə lap yaxşı olar, amma bunların birisiz maliyyəti var. Maliyyət açısından pap test götürülsə daha məqsəd uyğundur. Pap test götürülür və pap test normal gəlirsə, hər hansı bir problem yoxdursa, HPV də yoxdursa, götürübsə HPV də yoxdursa, bu eroziya pasiyentə hər hansı bir şikayət eləmirsə, yəni cinsi əlaqə zamanı qanaması yoxdursa, tez-tez vaginal infeksiya, axıntılı infeksiyası, müalicə tabi olmayan vaginal bir axıntısı, infeksiyası yoxdursa, eroziyanın hər hansı bir müdaxilə yapmağa, etməyə gərək yoxdur. Amma yox, pasiyentə cinsi əlaqə zamanı qanama verirsə, tez-tez vaginit olur və müalicə tabi olmursa, o eroziya elektrokater və yaxud da lazer vasitəsilə kalkülə edilə bilər və ya ölçü kiçikdirsə, maye azot vasitəsilə də dondurulub destruksiya edilə bilər. Adətən 90%, 90-95% hallarda sağalır və təkrarən o eroziya bir daha geri gəlmir belə. Demək ki, nəymiş? Bütün eroziyalarda yandırılmamalıdır. Ancaq dediyimiz hallarda qanaxma, cinsi əlaqə zamanı özəlliklə qanama verirsə, tez-tez infeksiya verirsə, problem verirsə, bu zaman bəli, elektrokater vasitəsilə yandırıla bilər və burada mütləq məsləhətdir ki, yandırmadan, bu işləmi etmədən öncə mütləq pasiyent pap test verməlidir.